Eyniləşdirmə, autentifikasiya və avtorizasiya. Salam hörmətli izləyicilər. Bu dəfəki dərsimizdə eyniləşdirmə, autentifikasiya və avtorizasiya mövzusu haqqında danışacağıq. Bu anlayışlar informasiya təhlükəsizliyinin əsas hissəsidir və DİM-in imtahan suallarında tez-tez qarşımıza çıxır. İnformasiyanın təhlükəsizliyi o deməkdir ki, məlumatlardan yalnız icazəli şəxslər istifadə edə bilsin. Bunun üçün kompüter sistemləri ardıcıl olaraq 3 addım həyata keçirir. Eyniləşdirmə, autentifikasiya və avtorizasiya. Bu 3 mərhələ bir-birini tamamlayır və sistemin təhlükəsizliyini təmin edir. Eyniləşdirmə, kim olduğunu bildirmək. Eyniləşdirmə istifadəçinin kim olduğunu sistemə bildirmə prosesidir. Sadə dillə desək, bu mən kiməm sualına cavabdır. Məsələn, siz elektron poçtunuza daxil olarkən istifadəçi adınızı və ya e-mail ünvanınızı yazırsınız. Sistem hələ sizi tanımır, sadəcə kim olduğunuzu öyrənir. Yəni siz sistemi məlumatlandırırsınız ki, mən bu hesabın sahibiyəm. Amma bu mərhələdə hələ təsdiq yoxdur, sadəcə tanıtma var. Təsəvvür edin ki, siz kompüteri açırsınız və qarşınızda belə bir ekran çıxır. İstifadəçi adı, parol. Siz hələ parolu yazmamısınız, yalnız istifadəçi adını yazırsınız. Bu zaman sistem artıq bilir ki, bu istifadəçi kim olduğunu bildirdi. Amma hələ sübut etməyib ki, doğrudan da həmin şəxsdir. Çünki parol daxil edilməyib. Yəni bu mərhələ eyniləşdirmədir. Autentifikasiya, kim olduğunu sübut etmək. Autentifikasiya mərhələsində istifadəçi doğrudan da özünü göstərdiyi şəxs olduğunu sübut edir. Yəni sistemə mən buyam deməklə iş bitmir, indi sənə inanmaq üçün dəlil lazımdır. O dəlil parol ola bilər, SMS kodu, barmaq izi və ya üz tanıma sistemi də ola bilər. Misal, siz istifadəçi adınızı yazırsınız, sonra parolu daxil edirsiniz. Parol düzdürsə, sistem sizi tanıyır və girişə icazə verir. Əgər səhvdirsə, sistem deyir, bağışlayın, siz bu hesabın sahibi deyilsiniz. Yadda saxlayın, eyniləşdirmə kim olduğunu bildirməkdir. Autentifikasiya kim olduğunu sübut etməkdir. Avtorizasiya, icazə mərhələsi. Avtorizasiya mərhələsində sistem artıq sizi tanıyıb, şəxsiyyətinizi təsdiqləyib, indi isə yoxlayır ki, siz sistemdə nələr edə bilərsiniz. Misal, məsələn, məktəbin elektron jurnalına daxil olmusunuz. Müəllim kimi daxil olsanız, qiymət yaza bilərsiniz. Şagird kimi daxil olsanız, yalnız baxa bilərsiniz. Admin kimi daxil olsanız isə bütün məlumatları dəyişə bilərsiniz. Bütün bu fərqlər avtorizasiya mərhələsində müəyyən edilir. Sadə dillə desək, avtorizasiya nələr etməyə icazəm var sualına cavab verir. Gəlin bu üç anlayışı qısa şəkildə müqayisə edək. Eyniləşdirmə, kim olduğunu bildirmək, autentifikasiya, kim olduğunu sübut etmək, avtorizasiya, nəyə icazən olduğunu müəyyənləşdirməkdir. Əvvəl özünü tanıt, sonra sübut et, sonda icazə al. İndi isə test nümunələri və onların cavabları ilə tanış olaq. Yekun, eyniləşdirmə, kim olduğunu bildirirsən. Autentifikasiya, şəxsiyyətini sübut edirsən. Avtorizasiya, icazə səviyyən müəyyən olunur. Bu anlayışlar dövlət portallarında, bank sistemlərində və sosial şəbəkələrdə geniş istifadə olunur. Bu ardıcılığı yadda saxlasaz, DİM imtahanında bu bölmənin suallarını rahatlıqla cavablandıra biləcəksiniz. Dostlar, əgər dərs sizə faydalı oldusa, kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Növbəti dərsimizdə sizi yenə maraqlı və faydalı mövzular gözləyir. Sağ olun, salamat qalın.